Bugün sizlərə yaşlı insanlarda rast gəlinən və diz oynaqlarında ağrılığın əsas səbəblərindən biri olan diz oynağının artrozu, yəni el arasında duzlaşma kimi tanınan xəstəliyin cərrahi müalicəsindən məlumat vermək istəyirəm. Cərrahi müalicəni biz nə vaxt seçirik və nə vaxt artıq müalicənin cərrahi olduğunu qəbul edirik? Öncəliklə xəstələr həkimə çox gecikmiş mərhələdə müalicə edirsə, yəni artıq 4-cü dərəcəli duzlaşma varsa, müalicənin fayda verəcəyini düşünmürük və bu zaman cərrahi müalicə tövsiyə edirik. İkinci hansı halda, əgər xəstə 4-cü deyil, 3-cü dərəcə və 2-ci, 3-cü dərəcə arası mərhələlərdə olursa da konservativ müalicə, yəni dərman müalicəsi, fizioterapevtik müalicələr və digər tövsiyələri də əməl edirsə, lakin xəstənin şikayətləri keçmir və dolayısıyla edilən müalicənin bir faydası olmur. Bu zaman xəstələrə biz cərrahi müalicə tövsiyə edirik. Bəzən biz xəstələrə cərrahi müalicə tövsiyə etdikdə xəstələrin həkimlərə, yəni bizlərə dediyi və verdiyi reaksiya ondan ibarət olur ki, ay doktor, biz yaşlıyıq, cərrahi müalicə nə üçün, bəlkə başqa yolu daha olar və s. və s. Biz bildirmək istəyirik ki, zaten diz oynağının artrozunun cərrahi müalicəsi, yəni endoprotezləşdirilməsi yaşlı insanlar üçün tövsiyə edilən bir cərrahi müdaxilədir və bu müdaxilədən, bu əməliyyatdan öncə xəstə xəstəxana şəraitində bütün zəruri tibbi müayinələrdən keçməklə əməliyyat üçün, yəni risk müəyyən edilir, dəyərləndirilir. Əgər uyğundursa xəstə cərrahi əməliyyata, İnanın ki, xəstənin cərrahi əməliyyatdan sonra faydalığı maksimum olur və xəstə normal öz sosial həyatına geri dönmüş olur.